ad gününü bir neçə dövlət başçısı təbrik etmişdi. Daimi əvvəlki illərdə təbrik edənlər təbrik eləyibdi. Erdoğan, Putin, yeznəmiz Lukashenko bu qəbirdən bir neçə sürtük. Əliyevin isə ən çox gözlədiyi Trump'ın təbriki idi. Amma Trump İlham Əliyevi təbrik etmədi. Heç bürüşük qozuna da almadı. Xüsusilə başı boş İlham Əliyev yenə lobby təşkilatlarına Yahudi lobbisi Hikmət Hacıyevin əlindən 40 milyon dollar verir. Hikmət Hacıyev, prezidentin köməkçisi, danışıbdı ki, Trump təbrik eləyəcək 40 milyon dollar qarşılığında. İlham da şoya başlasın. Bütün efirlər İlhamın, Trump'ın təbrik məktubunu çakka-çak oxusunlar. Pa 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 pa. Nə qədər qoyun, şərəfsiz, namussuz olasan ki, bu xalqın 40 milyonunu verərsən Yahudi lobbisinə, Trump'ın qabağına biraz qoyun, ya hamısını qoyun. Mənim ad günümü təbrik eləsin. Özü öz ad gününü pul verib təbrik elətdirmək istəyən oğraş görmüşdünüzmü? Bax görün İlham Əliyev. Trump 40 milyon dolar alıp mı, Trump'a çatıp mı, çatmayıp mı? Option. Bugüne kimi təbrik söhbəti yoxdur. İlham Əliyev tüstülüyür, fısıldayır. Hikmət Hacıyevi soyup var yoxunun ağzını. El aldığım xəbərlərə görə bir şeylə də boynunun dalına ilişdiribdi. Değerlemeden yadınızdadır. Trump bu müstəqilliyimizi 28 may bir ay sonra təbrik eləyən kimi İlham Əliyevin də bir həftə sonra ad gününü təbrik eləsə, gül büyük ha. Deli değil Trump. Trump ağıllı başlı adam da. Arada bir beynimize şüpheler girir. Trump çok güzel adamdır. Bakın Ukrayna bugün Rusya'ya soka soka gelir. Nedir be? Amerika mani olasıydı. Ne oldu be? Trump izleyen oğul olacak. Narahat olmayın. Az kaldı. Trump bilir ki bu uğraşın sonudur. Bu uğraş red olacak. Bu bunu tebrik eləsin. Ne bileyim neynesin. Kucaklasın. Boynunu yalasın. Deli inek balasını yalayan kimi. Sonra da desinler Putin'in dostu Trump'ın kankası vuruldu, öldürüldü, yaşırıldı. 2 defa Trump İlham Əliyev'den görüşmedi mi? İkisinde de neçə ildi prezident sen demedi mi? İlham Əliyev de çeneşe eşe 22 ilde demedi mi? Dünyanın yarıdan çok prezidentlerle görüşen Trump bunu bir tane bu sual İlham Əliyev'e verdi. Çünkü dünyanı idare edən büyük masalarda İlham Əliyev'in gedeceği stolun üstüne koyulubdu. Şart kimi koyulubdu. Ama bilmiyorum. Rəfin, Hilal'ın memesini həftədə bir dəfə Əlin Ağayev əmir. Əlin Ağayev, bacılarını da götür bunu əmdən ha. Əmməyə şey tapmadın ha, oğraş. Peysər. Sonra getdim demə. Sizi doğan ananın dilinin üstüne tökün. Qabil sevenler sizi doğan ananın dilinin üstüne töksünler. Qabil sevenler sizin ananızı anus dəliyindən zad eləsinlər. Başı şeyinin poxulu çıxanda sizin ağzınıza soxsunlar. Sizin ananız sizin daşşaqlarınızı gəmirsin. Belə uğraşlıq olmaz axı. Azərbaycanda Fərid Qaya, Hilal, Rəfin və digər blogerlər ölkədə əxlaqsızlığı, üzdən iraqlığı, petroluğu təbliğ edir. Bunlar bizim DTX-nın sifarişi ilə əxlaqsızlığı yayırlar. Xüsusilə Hilal adlı blogerə DTX rəisi Əlin Ağayev çox üstünlük verir. Diqqətdə saxlayır. Çünki Əlin Ağayev ən azı həftədə bir dəfə bu blogerin döşlərini əmir. Bir məsələyə aydınlıq gətirmək istəyirik. Son vaxtlar bizə qarşı nəsə görə negativ var. Bəziləri deyir ki, bunlar geydir, bəziləri deyir ki, bunlar homofobdur. Biz çatdırmaq istəyirik ki, gördükləriniz hamısı təxəyyülün məhsuludur. Döşə bax döşə. Qırmızı oğlan var ha, qız döşü kimi döşü var. Balaca memələri var belə, qız məməsi kimi. Onu Əlin Ağayev əmir. Yumru kimi qəbul ediyorsun. Cındır uşağı cındır. Belə yumor olar ha. Siz birbaşa petrolu təbliğ edirsək, satanikin balaları, haqçığın doğduqları. Buna bax buna. Ama benim kimi aziz izləyicilər, əgər siz də mənim kimi Bilirdi ki, petrolların böyük bir hissəsi Daxili İşlər Naziri Vilayət Eyvazovun kuratorluğundaydı. Baboşdu, Bayram Nurludu, bu qəbildən olanlar. Deyək ki, toliklər, moliklər. Amma Dövlət Təhlükəsizlik Xidmətinin petrolları bu gün ortaya çıxdı. Birbaşa idarədən atdılar mənə bunu. Bu sürtüyə baxın bu, bığına baxın, bunun özünə baxın. İndi burada güya qıza patrol eləyir. İndi oğlan bıçaq göstərəcək, bu da özünü petok kimi göstərəcək. O da oğlan çıxdı, əyilib bir şey oğlan qalxdı, bıçağı göstərdi və bu da petokluq eləyir, belə petok. Yəni mən petoqam da mənə dillənmə. Bığa bax, saqqala bax, buna bax ha. Fərid Qaya budur ha. Fərid Qaya, mən, Oğuz soylu, Qabil Türkoğlu, o tovuzun qayalarının arasında anana başına şey eləyəcəm ha. Adam olun ha uğraşlar. Bəsdirin ha küçüklər. Adam olun, bir də sizdən adınızı çəkməyim mən. Çəksən bu dəfə ölünüzün ruhuna çerezəbiyə qoyacam. Ananızın aorta damarını, 4 klapanından ikisini bir gecədə dağıdacam. Bunlar Əlin Ağayevin Dövlət Təhlükəsizlik Xidmətinin projeləri əsasında ölkədə petrolu yayırlar. Son zaman Əlin Ağayevin özü də petrol çıxdı. Müxalifətə dillənmirdi dedik. Gəldi Əli Kərimlini həbs elədi. Hər nəysə, yaxşı məmur İlham Əliyevin məmuru ölü məmurdur. Yaxşı polis ölü polisdir.